Allah'ın salamı olsun sizlərə, əziz izləyicilərimiz. Sumqayıt şəhərinə, Rəşad qardaşımıza universal yeməklərimizi gətirmişik inşallah. Öpdük ələklə bundamızı yükürük inşallah. Demək, ışığımız haradasa 210 voltdur. 14 amper ağırlıqda işləyir aparatımız. İşığımız zəif olduğundan aparatımızı çox yükləmirik. İnşallah indi üyüklüyümüz həcmə də baxarıq. Rəşad. Qardaşımız inşallah tərifləyir ki, aparatımızda silkelənmə. Silkəli boyuncudan baxmaq kimi istiyor. Elhamdülillah. Cümləmizə Allah cümləmizə. Bax, bu sarana yaxın Rəşad qardaş. Bunu belə edirsən ki, çox getməsin, həm də gözünə vurmasın, axıra yaxın. Üyütdük Allah'ın köməyi ilə. Söndürək. Sən saxla inşallah bunu əlində belə. Keçirtməsin, çəkməsin. Mən inşallah üyütdüyümüz hərdimi də dörtlük ələklə üyütdük Allah'ın izni ilə. Buyurun. Asətlə zəhmət olmasa. Cavab bir dənə. Gör nətərdir? Bu dediğin kimidir? Hə? İstədiyindir bu? Hə. Bu belə istəyirdin də sənə? Hə, onlar iri edir. Gətirim bana. Aldığın nətər idi? İri. Ay maşallah olsun. Elə bil undur, un. Ay maşallah. Bundan un kimi də istifadə eləmək olurdu. Ələkdən keçirib, çıxardırsan undur. Maşallah olsun. Həqiqətən, vallahi ki, heç bir dəqiqə ərzində 20 kilonu bunu super. Alın qolun var olsun. Sağ ol gözəl qardaşım. Allah razı olsun. Mən buna ancaq nə demiyorlar. Ancaq dərmandan aldığımıza bax, buna bax. Bu iridir də dərmandan. O qırmadır. Dərmandan aldığınız qırmadır. Hətta içində aslında belə olmalı da, biz belə istəyirik olsun. Bəli. Hələn bu buğdadır, arpanı vəbşə un kimi eləyir. Ha, biz belə istəyirik olsun. Bax belə. İnşallah, inşallah. Hə, iri çıxırmalıdır.